sehirli dünyada qeyri-adi, qəribə, acılı şirinli ömür yaşayırıq. Bəzən bu müxtəliflikdən həzz alır, bəzən kədərlənirik. Bəzən əyilməz, bəzən isə gücsüz oluruq. Sonda isə təsəllimiz bu olur ki, bütün baş verənlər Allah Taala'nın bizə bəxş etdiyi taleyin qismətidir. Biz də bu olanlarla barışmalıyıq. Necə ki, vaxtilə sevimli sənətkarımız Gülxar Həsənova barışmışdı. Sənətkarın ömrü sənətin ömrü qədərdir deyən atalarımız yanılmayıblar. Bir əsrə yaxın ömür yaşanmış Gülxar Həsənovaya Tanrı hər kəsə nəsib olmayan uca boy, gözəl qamət və ən başlıcası bənzərsiz istedad, məlahətli və ürək yatımlı səs vermişdi. Ayazlı şaxtalı bir qış ayında, dekabrın 10-da Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Gülxar xanımın atası İbrahim kişi, anası Nabat xanım tanınmış bəy nəslindəndir. O məktəbə getməzdən əvvəl sərbəst oxumağı, yazmağı bilirdi. Ona görə də balaca Gülxar 7 yaşında 7 illik məktəbin birbaşa 2-ci sinifinə qəbul edilir. Gülxar xanım deyirdi: "Mən bütün fənləri sevirdim, lakin ən çox sevdiyim dərs nəğmə dərsi idi. İstəyirdim ki, hər gün nəğmə dərsi olsun. Buna baxmayaraq xəyalıma da gətirməzdim ki, mən müğənni olacağam." Nəhayət, Gülxar orta məktəbi bitirir, ali təhsil almaq məqsədi ilə Bakıya gəlir. Valideynləri onu həkim görmək arzusunda idilər. Həmin il Gülxar uğurla imtahan verib tibb texnikumuna qəbul olunur. Texnikumu bitirdikdən sonra elə həmin il tibb universitetinə qəbul olunur. Ancaq onun bu sevinci uzun çəkmir. Cəmi 3 ay oxuduqdan sonra onu universitetdən xaric edirlər. Səbəbi də bu idi ki, atasının yaxın qohumları Həmid Sultanov və həyat yoldaşı Ayna Sultanova xalq düşməni kimi tutulmuşlar. Gülxarın atasını və qardaşlarını da buna görə işdən qovurlar. Lakin Gülxar təhsilini davam etdirmək fikrindən vaz keçmir. Amma bu dəfə sənətə olan həvəsi onu teatr texnikumuna gətirib çıxarır. Mənim yadıma gəlir ki, hələ uşaq vaxtlarında bu bizə evimizə tez-tez gəlib gedirdi. Yəni evimizdə həmişə məclislər olurdu. Yəni Gülxar xanım da o məclislərdə iştirak edirdi. Gülxar xanımın məni cəlb eləyən cəhəti nə idi? Gülxar xanım demək tibb texnikumunu oxuyub, sonra keçib bu teatr texnikumunda oxuyub, özdə vaxtilə Leyli rolunda, Məcnun rolunda, İbn Səlam rolunda oynamış demək Cəlil bəy Bağdadbəyovdan dərs almışdı teatr texnikumunda. Elə onu opera teatrına da həvəsləndirən Cəlil bəy Bağdadbəyov olub. Gülxar xanım həm də Universitetin Filologiya fakültəsində qurtarmışdı qiyabı və buna görə də onun danışıq qabiliyyəti, şairliyi də vardı. Və ona görə məni doğrudan da cəlb eləyirdi. Yəni onunla danışmaq, onunla müsahibə götürmək, onun fikrini bilmək çox asan idi. Gülxar texnikumu əla qiymətlərlə bitirir. Elə həmin il Ağdadaş Qurbanovla ailə həyatı qurur. Onların övladı Hamlet dünyaya gəlir. Sonralar Ağdadaş müəllim onu gənc tamaşaçılar teatrına aparır və elə o vaxtdan həmin teatrda işləməyə başlayır. Bir çox tamaşalarda baş rolları oynayır. Bu teatrda artıq bu bir aktrisa kimi bir çox rollarda oynamışdı. Aktrisa kimi özünü təsdiq eləmiş bir xanımıdır. Və 42-ci ildə artıq filarmoniyaya gələndə onun üçün yəni səhnənin bütün qayda qanunu bilən bir aktrisa idi də sadəcə olaraq burada indi o başqa bir keyfiyyət üzə çıxırdı. Bu təkcə rolu bir aktrisa kimi oynamır, həm də bir müğənni kimi səslə o partiyaları ifa edirdi və bunu da çox gözəl uğurla ifa edə bilirdi. Kesmişem yolu, buyursun herkesin gözüdür balıya.
1942-ci ildə Filarmoniyada konsert proqramı təşkil edilir. Üzeyir Hacıbəyovun göstərişi ilə Gülxar Həsənova da konsertə dəvət edilir. Bu onun görkəmli sənətkarlar qarşısında demək olar ki, ilk sınağı olur. Konsert başlanır. Aparıcı Gülxardan nə ifa edəcəyini soruşur. Özünü itirən gənc müğənni titrəyə-titrəyə Bayatı Şiraz deyir. Ahəstə bir avazla Bayatı Şiraz oxuyur. Son zənguləsini edərək alqış sədalar altında səhnəni tərk edir. Çox keçmir ki, dahi Üzeyir Hacıbəyov onu yanına çağırtıraraq çox yaxşı oxudun, təbrik edirəm, sabahdan operaya gələrsən deyir. Mən Gülxar xanımla bir yerdə 70-ci ildən bir yana opera teatrında bir yerdə işləmişik. 85-ci ildən isə onun ömrünün axırına qədər, yəni nə qədər işlədisə opera teatrında mən onu müşahidə etmişəm. Gülxar Həsənovun səsi demək olar ki, təkrarsız bir səs idi. Gülxar xanımı Leyli rolunda səhnədə görməmişəm. Amma Leylinin anası rolunda dəfələrlə görmüşəm. Bu da həyatın qanunudur. Yəni Leyli rolunu oynayan gün gəlir ki, onun anası rolunu oynayır. Yaxud da Məcnun rolu oynayan gün gəlir ki, Məcnunun atası rolunu oynayır. Bu səhnənin qanunudur. Əgər Məcnun rolunu, Leyli rolunu oynayıb səhnəni tərk eləmirsənsə, istər-istəməz sən gün gələcək bunların özün üçün ki, o yaşa gəlib çatırsan. Opera teatrına qəbul edilən Gülxar xanım 1942-ci ildən 1980-ci ilədək Azərbaycan Opera və Balet Teatrının solisti olub. Bu müddət ərzində o, opera səhnəsində Leyli və Məcnunda Leyli və Leylinin anası, Əsli və Kərəmdə Əsli, Koroğluda Xanəndə qız, Aşıq Qəribdə Şah Sənəm, Şah İsmaildə Ərəb Zəngi, Bahadır və Sonada Təravət xanım, Arşın Balalanda Telli, Vaqifdə Qarı, Gəlin Qayasında ana kimi yada qalan obrazlar yaradır. Körpə quzum, gözəl balım, gözəl qızım, qurban sənə qarı nənəm, xeyir xəbər gətirdim mən, gözü düşüb xanım sana, bana xələt edəsənə, nədir xanım gözü, əli budur sözün düzü, aman nələrdir qarı, doğrudur mu bunlar barı? Bir cavandır, xəndədən görünə xandır, ufbuğu vurma pəhləvandır. Operaya gəlişini atam belə xatırlayırdı ki, deyirdi, o vaxtı İsmail Hidayətzadə deyir, çağırdı deyir məni. Mənə deyir ki, bir dənə cavan qız var, deyir, götürmüşəm bura, teatra qəşəng səsi var. Deyir, sən də tanımış olarsan onu, bəs bu Gülxardır. Bunu deyir, Əsli Kərəmə hazırlığına görək deyir, bu rolunu necə oynayacaq. Atam da o vaxt onu Əsli rolunu hazırlayır. Bu da Əsli rolunda ilk tamaşası olur. İlk tamaşada bu Əsli rolunda oynayır və çox müvəffəqiyyətlə oynayır. Bu tamaşaya rəhmətli Üzeyir bəy də oturub tamaşa edir və bunun çox xoşuna gəlir. Gülxar xanımın orada iştirakı, oxuması, oynaması, hər bir şey. Gəlir atama deyir ki, sağ ol Bəhram deyir. Bunu deyir, çox gözəl hazırlamısan. Bundan sonra deyir, bu qızı deyir, Leylidir, Sənəmdir, Ərəb Zəngidir, bütün rolların hamısını hazırla. Gülxar xanım dramatik aktrisa kimi fəaliyyətə başlayıb bizim teatrlarımızın birində və onu həm obrazların daxili dünyasını deyim, obrazların hansı əsrə aid olduğunu mu deyim. Yəni bu barədə onun məlumatları olurdu, məsələn məlumat verirdi və əlbəttə ki, tamaşanın hansı mərhələlərində ki, orada dramatik bir yanaşma vardı, ona da xüsusi Gülxar xanımın özünün öz fikirləri var idi ki, bax burada belə olmalıdır. Çünki ümumilikdə mənim ilk obrazım Leyli olub da, Leyli Məcnun operasında. Leyli lirik bir obrazdır. Amma təbii ki, lirik obraz olmaqla bərabər də onun öz dövrünə, zamanəsinə bir üsyanı da vardı, bilirsiniz. Yəni ki, öz sevdiyi eşqinin uğrunda. Bax, bu mərhələlərdə əlbəttə ki, doğrudan da onun bir aktrisa kimi, onun o fikirləri çox maraqlı idi. Leyli Məcnunda
Leylinin anasını oynayır. Və o ananı elə yaradırdı ki, ikinci bir ana o cürə gəlib yaratmır. Vaxtı ilə Leylin də oynayıb, Əsli də oynayıb, Sənəm də oynayıb, Ərəb Zəngi də oynayıb. Yaşdaşandan sonra Leylinin anasını da oynayır. Bu adamlar özlərini sığmırlar. Bunlar sənətə qulluq edirlər. Əsasən sənətdə özünü göstərməlisən. Orada məsələn rollar az da olsa, o az rolla da sən özünü elə göstərə bilərsən ki, tamaşaçıların yaddaşında əbədi qalasan. Boyu, buxunu, yaraşığı, onun obrazı, onu oynamağı, onun aktrisalığı çox gözəldir. Olduqca gözəldir. Onun öz yolu, öz görünüşü vardı, öz aktyor forması vardı. Nə bilim, o hamıdan seçilən bir sənətkar idi. Mən bircə kəlmə onu bilirəm ki, başqa obrazlar oynayırdı orada, Leylinin anasını da oynayırdı, falan edirdi. Nəyi oynayırdısa yaxşıdır. Sənətkar idi və əlbəttə fərqli idi. Fərq orasındadır ki, hamısından yaxşı oynayırdı. O obrazı yaradırdı. O obraz onun boyuna biçilmişdi. Operada demək olar ki, elə bir tamaşa yoxdur ki, Gülxar xanım orada hansısa bir istəyir böyük, istəyir kiçik rol almasın. Yəni bu insan üçün fərqi yox idi. Böyük rol olsun, kiçik rol olsun. Əsas odur ki, oynayırdı və özünü göstərirdi, öz möhürünü qoyurdu orada. Gülxar xanımla mənim tanışlığım 80-ci ilə təsadüf eləyir. Belə ki, mən opera teatrına dinləmə yolu ilə dəvət olunmuşdum və məni dinləyənlər arasında bax elə Gülxar xanım da var idi. Burada Rauf Abdullayev, Kazım Əliverdi Bəyov, Bəhram Mansurov, Gülxar Həsənova və bir çoxları və Gülxar xanımla ilə ilk tanışlığım bax elə buradan başladı. Və məni dinləyəndən sonra, sonralar onun danışığından belə qənaətə gəldim ki, elə ilk mənim səhnəyə gəlişimə fikir veriblər, səhnədəki görünüşümə fikir veriblər və yekdili ilə qərara gəliblər ki, məni teatra qəbul eləsinlər. Və artıq bir neçə gün keçmişdi, mən teatrda dedilər Gülxar xanım səni görmək istəyir. Və mən gəldim teatra. Gülxar xanımla belə yaxından tanış oldum. Gülxar xanım həmin illərdə teatrda bir müəllimlik ştatı var idi. Yəni teatra gələn gənclərə, yeni gələn səslərə Gülxar xanım müəllimlik elirdi. Yəni hansı obrazı hazırlayacaqsa, hansı rolü hazırlayacaqsa, o obraz haqqında onun məlumatları, ümumiyyətlə o özü də o obrazları oynamışdı və onlar haqqında onun elə bilin ki, məlumat verirdi öz tələbələrinə və beləcə də bizim görüşlərimiz başladı. Görkəmli sənətkar Leyli rolunu müxtəlif illərdə oynayıb, lakin o bir tamaşasını heç vaxt unutmayaraq qəlbində böyük bir yük kimi daşıyırdı. Müharibə başlayanda sənətkarın üç qardaşı Həmid, Nazim, Səlim ön cəbhədə vuruşmağa gedirlər. Amansız müharibə əvvəl Həmidi, sonra isə Nazimi onun əlindən alır. Nazimin ölüm xəbərini eşidən gün opera teatrında Leyli və Məcnun oynanılırdı. O gecə Gülxar xanım çox mənalı, təsirli, yaddaşlardan silinməyən Leyli obrazını yaratdı. Bir müddət sonra iki qardaşının da qara xəbəri gəlir. Beləcə, cəbhədə üç qardaşını itirən Gülxar xanımın bundan sonra yoldaşı qəm, kədər və rollar olur. Operada işləyəndə o vaxtı bu çox istəyirdi ki, Leyli oynasın Gülxar xanım. Amma o zamanlar Leyli obrazını Həqiqət Rzayev oynayırdı.
Və bir dəfə elə olur ki, o ərəfədə Leyli Məcnun gedir, Həqiqət Rızayeva bərk xəstələnir, tamaşaya gələ bilmir. Bunlar da deməli tamaşanı ləğv eləmək istəmirdilər. Çünki biletlər satılıb, tamaşaçılar hamısı gəlir. Ona görə də məcbur olurlar. Özləri də bilir ki, bu Gülxar xanıma müraciət eləmək biraz etik formadan düz gəlmir. Amma o ilə bərabər yenə müraciət edirlər Gülxar xanıma ki, bəs belə bir vəziyyətdəyik. Sən gəlib oynaya bilərsən bu tamaşanı ya yox. Və Gülxar xanım deyir gəlirəm. Və gəlir atamın Bəhram Mansurovun xatirələrində deyir ki, mən hələ indiyəcən deyir, ikinci o cürə Leyli oynamağın dedi, mən bir adamda da görmədim. Bu adam dedi gəldi, qardaşından ölüm kağızı gələndən, gəldi deyir, o tamaşanı deyir, elə bir səviyyədə deyir, o cürə oxudu ki, elə bir ki, özü yaşayırdı bunu. Təsəvvür eləyin, qardaş itkisi nə deməkdir, amma bu gəlir, həm də o zaman gənc idi də, gəlir Leyli rolunda çıxış edir, amma bu Leyli rolunun onsuz da o kədərli notlarında göz yaşlarını saxlaya bilmir və tamaşaçı bilmir ki, bu həm də öz qardaşını görə bu dərəcədə belə kədərli oxuyur da. Özünün də deyir, göz yaşları tökülürdü. Tamaşaçıların da göz yaşları tökülürdü. Və deyir, orada deyir, tamaşaçılar deyir, oturduğu deyir, zalda deyir, orada deyir, heç kim bilmədi ki, deyir, Gülxar xanımın deyir, qardaşı deyir, rəhmətə gedir. Maraqlı da odur ki, bu insan sənətə o qədər bağlı idi ki, yəni nə olur olsun, o heç vaxtı bunu harasa dəvət edəndə imtina eləməzdi. Koroğlu'da da oynayıb, xanəndə qız rolunu oynayıb. Bundan başqa Vaqifdə oynayıb, Vaqifdə qarını oynayır. Bir-birinin ardınca bir çox operalarda baş rolları ifa edən Gülxar xanımın ən yadda qalan sevilən rolu isə Ərəbzəngi obrazı olub. Bugün Ərəbzəngi deyəndə göz önündə Gülxar xanım canlanır. O bu obrazla sənət zirvəsini fəth edir. Müğənninin boy-buxunu, xasiyyətindəki mərdanəlik Ərəbzəngiyə çox yaraşırdı. Gülxar xanım, səhnəyə buyurun. Sizin çıxışınız. Onun ən uğurlu tamaşalarından mən deyərdim ki, Ərəbzəngi. Bu Ərəbzəngidir ki, tamam ayrı bir xüsusiyyətli, xarakterli bir obrazdır. Yəni Leylidir, Şahsənəmdir, Əslidir. Bunlar incə bir xarakterli rollardır. Amma Ərəbzəngi cəngavər bir roldur. Gülxar xanım bu Ərəbzəngini hazırlayanda o vaxtı rəhmətli Əlövsət Sadıqovla hazırlayıb. Həqiqətən də elə bir canfəşanlıqla məsələn bunu oxuyub ərsəyə götürüb ki, yəni bütün hamı deyirdi ki, Gülxar xanımdan başqa da bu rolu da əmələ götürən ikinci bir adam tapılmaz. Həqiqətən də elə qaldı. Yəni Ərəbzəngi möhrü vuruldu Gülxar xanımla. Ərəbzəngiyəm, igid bir qızam, aman Allah'ım, öldürmə məni, öldürmə məni. Qoyalım yayımsan, sənə kənzay. Mən ilk əvvəl onunla Şah İsmail oynamışam. Mən elə düşünürəm ki, elə Ərəbzəngi deyəndə ancaq o gözümün qabağına gəlir. Ondan səhnədə mən tərəf müqabil kimi çox çalışmışam. Özdə o qılıncı əlinə alanda elə bir adam yox idi. İsmail hamısı qorxurdu ondan. Onun qılıncı elə idi ki, elə... Çünki deyirlər ay Ərəbzəngi, Ərəbzəngi. Mən onu Ərəbzəngi kimi tanıyırdılar. Heç Gülxar xanım kimi yox. Çox vaxt deyirdilər ki, bax, bu Ərəbzəngidir. Gözəl insan idi, yaxşı insan idi. O obrazı çox gözəl yaradırdı. Mən uzun illər onunla bir səhnədə çalışmışam və o hər dəfə mən onunla səhnəyə çıxanda
özümü yığışdırmışam. Ki doğrudan da birdən o elə belə qılınc çalırdı səhnədə, elə oynayırdı, deyirdim bu dəqiqədə qılıncla bizi vuracaqdı falan. Özə deyirdim. Deyirdim ay Gülxar xanım, çarxıb birdən qılıncı adı başımıza adamız olacaq, o görək başımızı əriyir. Hə deyir, yo, qorxma. Bir cemal olduğun değil kıymeti Emret açalım. her şey zulmüdür, her şey günah. Bizim musiqi tariximizə Gülxar xanım Ərəb Zəngi rolunun obrazının belə deyək, ən mahir iştirakçılarından elə birincisi kimi tanınır. Yenə də deyirəm, burada hər bir şey həmin obrazı əhatələyirdi. Onun yenə deyirəm, dramatik bir aktrisa kimi olmağı, onun zahiri görünüşü, boyu, buxunu, üstə gəl də yenə də deyirəm, ömrünün sonlarına kimi, çünki ömrünün sonlarına kimi biz onu görürdük, yəni ki, bizim tez-tez görüşlərimiz olurdu. Onun Ərəb Zəngisi şücaətli, igid, mərd, qorxmaz bir cəngavərdir. Ərəb Zəngi Gülxar Həsənova Şah İsmayıl'la qarşılaşdığı səhnədə onun aktyorluq və müğənnilik istedadı özünü daha qabarıq göstərir. Səhnəmizin fədakar bir xanım idi açığı. Siz təsəvvür edin ki, o yaşlı bir qadın olduğu dövrdə belə saçını kəsmirdi ki, çünki nəyə görə Şah İsmayıl'da təbii görünmək, təbii görünməkdən ötəri o saçlarını belə uzun saxlayırdı ki, çünki orada o bilirsiniz də Ərəb Zəngi döyüşdə Şah İsmayıl bilmir ki, bu axı xanımdır. Bu döyüşdə o yıxılarkən başından o dəbilqəsi düşür, onun saçı açılıb dağılıb tökülürdü. Yəni Gülxar xanım belə bir təbii sənətkarıdır. Teatrda onun yubileyi keçirildi. Gülxar xanımın 70 illik yubileyi və orada Gülxar xanım taxt-tacda şahzadə kimi əyləşib səhnənin yəni quruluşu belə idi və sağında, solunda da iki leylilələr mənimlə Qəndaq Quliyeva biz ikimiz onun sağında, solunda əyləşmişdik və təbii ki onun başqa tələbələri, başqa yetirmələri və möhtəşəm bir yubiley keçirildi. Öz yubileyində simfonik orkestrın müşayiəti ilə canlı oxudu. Təsəvvür edici 70 yaşında. Gençlikdir insana güzellik veren, güzellik veren. Güzellik sönerse, gönül olmaz şen, tutur gele derdine, ağlama derdine, ağlama. Bu insan həyatda da çox mərd idi. Yəni heç vaxt sınmırdı. Həmişə hər şeyində üzünə dik baxıb. Bunda o mərdlik var idi. Yəni elə bir ki, bu nəsillikdən gəlirdi bunda, yoxsa nə idisə, bu adam həmişə özünü qürurlu aparırdı. Baxşına gülüm, sevgime bil ki senindir azizim, bu meteğin Yaxşı, mənim yadımdadır. Qatar oxuyurdu, Şahnaz oxuyurdu. Yaxşı xalq mahnıları oxuyurdu. Bu sahədə də çox yaxşı idi. Eşkin oduna dalandım, zərbəşin aydınlandım. Eşkin oduna dalandım, zərbəşin aydınlandım. Əgər məndən ayrı getsən, bir anım
Gülxar xanım hərdən mənim işlədiyim Yalçın nəşriyyatına da gəlirdi. Onun demək həyat yoldaşının bacısı qızları bizdə makinaçı işləyirdilər, Sona və Mina xanım. Gəlib onlarla görüşürdü, nəysə yazı yazdırırdı onlara. Sonra 1942-dən 1980-ə qədər yəni səhnə fəaliyyəti göstərdi. O, yəni müxtəlif rollarda, müxtəlif musiqili partiyalarda çıxış edirdi. Amma 80-ci ildən sonra o həm də pedaqoq kimi orada məşğul oldu. Yəni təzə gələn leyliləri, məzunları, yəni rejissorla bir yerdə hazırlayırdı da. Xüsusən oxumaq sahəsində o məşğul olurdu onlarla. Gülxar xanım bilirsiniz öz belə dedi yetirmələrinə özünün keçdiyi bir yolu aşılayırdı. Bu da çox şəxsən bizim üçün maraqlıdır. Bəlkə də ona görədir ki, doğrudan da o dövrün ifaçılarında biraz daha çox obraza yaxınlaşma, daha çox hiss etmə ki, çünki doğrudan da biz bax belə müəllimlərdən, belə ustadlardan bəhrələndik. Həsrətindən könlümü mənə zindan oldu. Gülxar xanım çox ürəyi açıq. Bilirsiniz, Gülxar xanım haqqında ancaq müsbət fikirlər söyləmək olar. Məsələn, bu adam hansı səfərə gedir, bu adam xəbər almır ki, sənin çayın var, yeməyin var, bir şeyin var, soruşmur. Çağırır öz otağına, yemək də qoyur, içməyi də qoyur, hər bir şey. Yəni, açıq ürəklə. Ondan da başqa, bu insanda məsələn elədir ki, bu insan heç vaxtı heç kim pisləməzdi. Biz filan kəsə yaxşı oxumur, filan kəs belədir. Elə insan deyil, diyor. Həmcə təvəzzökar olub o. Halbuki, məsələn, özü bilir ki, məsələn, bu adam, bu ərəb zəngini, ikinci bir ərəb zəngi yoxdur. O ilə bərabər, məsələn, başqalarının həmcə ürəyini alırdı. Əladır, yaxşıdır. Yoldaşlığı çox yaxşı. Elə qastrolda da həmən oynadığın, burada oynadığı kimi orada da oynayırdı. Tamaşaçılar tərəfindən möhkəm qarşılanırdı. Məsələn, o səhnə çıxdı, o səhnədə olanda hər dəfədə mənlə, çünki boyumuz, adımız yaxşı idi. O biraz məndən can tarağıdı, o vaxtı mən arıq idim. Bu vaxtda qalsa indi bərabər olardıq da. Həmişə sevilən adamdır. Səfərlərdə biz çox olmuşuq. Gülxar xanım ümumiyyətlə müharibə vaxtında, o vaxt hələ İrana səfərə gedirdi. O vaxtdan sonra bu hərbiçilərin qarşısında bunlar konsertlərə tez-tez gedirdilər atamla, olublar. O şəkilləri də var bizdə. Mən teatra gəlməmiş bir neçə il öncə Leyli Məcnun operası çəkilib Zeynəb xanımla Arif Babayevin iştirakı ilə və orada Gülxar xanım ananı oxuyub. Və sonraki vaxtlarda, yəni ki, biz o mənə hazırlayırdı ümumiyyətlə, onun məsələn haqqında görüşlər keçirilirdi. Azərbaycan rayonlarında, bizim gözəl regionlarımızda və orada inanırsınız ki, belə deyək ki, ömrün sonlarına kimi o öz səsi qalmışdı onun. O oxuyurdu. Yəni oynadığı obrazları
çox gözəl təqdim eləyə bilirdi. Və o həmin o görüşlərdə, həmin o belə deyək də, konsertlərdə o hissələr oxuyurduq. Yəni hətta mən onunla tərəf müqavid olmuşam. Gülxar xanımla görüşəndə, onunla söhbət eləyəndə Gülxar xanımın 60 yaşının ərəfəsində idi. Mən Gülxar xanımla söhbət elədim. Onu bizdə ilk dəfə Nəğməkar adında almanata çap elətdim. Sonra elə oldu ki, 1980-ci ildə elə aprel ayının 12-sində dəqiq yadımdadır. Aprel ayının 12-sində radioda getdi. Onun haqqında ilk dəfə Azərbaycan radiosunda radio verilişi yazdırdım. Yəni o veriliş də bugün radionun fondunda saxlanılır. Bu şirinli və kədərli həyatın içində onun bir təsəllisi də var idi. Oğlu, görkəmli sənətkarımız Hamlet Qurbanov, o bütün həyatını oğluna bağlamışdı. Lakin amansız ölüm bunu da ona çox gördü. Təsəllisi, ümid yeri olan Hamleti də o vaxtsız itirməli oldu. Oğlundan sonra demək olar ki, o sınmışdı. Bir dənə o devirlərdə o sındı, gənə çalışırdı ki, özünü qürurla saxlasın. Ona görə də mən bir dənə ona heyfsilənirəm ki, onun bir dənə arzusu var idi, o arzusu yəni həyata keçmədi. Bu sənətlə bağlı. Yaşlansa da bu adamın sesi yerində idi. Mənə dedi ki, bəs Əxan, gəl belə bir iş görmək istəyirəm ki, bu Baba Mirzəyev Leyli Məcnun rolunu oxusun, zaps eləsin, qalsın Qızıl Fondda. Yəni biz ona hazırlıq da gördük, bir növ bir parça yazdıq da. Sonra elə oldu ki, mən səfərə getməli idim Sankt-Peterburqa, oradan Moskvaya və ara əməli gəldi. Mən hardasa bir ay yarım, 2 ay Bakıda olmadım. Sonra qayıtdım, gəldim, gördüm xəstədir. Yəni o hal qalmayıb. Özü də hələ çox istəyirdi. Yəni çox əfsuslar olsun ki, bu arzunu biz heç cürə həyata keçirə bilmədik. Mən onun evinə gedəndə onun yeganə oğlu, çox gözəl aktyor, Respublikanın əməkdar artisti Hamlet Qurbanov, demək, biraz xəstə halıdır. Yəni, düzdür, mən onu belə çarpayda yatan görmədim, amma belə hiss elinirdi ki, yəni xəstəliyində özünə qapılırdı açıq. Bu da Gülxar xanıma yəni həddindən artıq pis təsir eləyirdi onun oğlunun. Və onun oğlunun ölümü də ona çox pis təsir eləmişdi. Əlbəttə Gülxar xanımın da yeganə bir övladıdır. Oh, nə elçibazlıqdır. 40 ildir mən zəhmətkeşlərin ateist tərbiyəsi haqqında mühasirələr oxuyuram. Könəlmiş adət ənənələri ifşa edirəm. İndi nə oldu? Bu keçmişin qalıqların əsiri olmalıyam. Bircə bu qalmışdır. Çox böyük dərdi vardı. Oğul dərdi, o biri dərdlər falan. Amma o səhnəyə çıxdı, ərəbi zəngi idi. Doğrudan da mən təəccüblə baxırdım ona. O səhnəyə çıxanda Gülxar Həsənova elə bir ərəbi zəngidir. Unudurdu onu. Amma da insan dərdini çəkməyə həmişə hazırdır, çəkir. Əlbəttə, bu qədər ağır yükü daşımaq çox çətin idi. Gülxar xanım nə qədər mərd, güclü xanım olsa da, qadın qəlbinin zərifliyi onu kədərlə baş-başa qoymadı. Azərbaycan xalqı 20-ci əsrin sonunda öz görkəmli sənətkarını, səhnəmizin ərəb zəngisini də itirdi. Səhnəmizin ərəb zəngisi Gülxar Həsənova gələcəyə daşımalı olduğumuz və daşımağa borclu olduğumuz işıqlı həqiqətlərdən idi. Gələcək olan nəslə məsləhətim də odur ki, bizim belə xanəndələrimizi qiymətləndirsinlər.
yaddan çıxarmasınlar. Onlardan öyrənməli çox şeylər var. Necə ki, Gülxar Həsənovadan da. Onun həm aktyorluğundan, həm onun oxumasından. Çünki o vaxtın ki, o lent yazıları ki, qalıb arxivdə, Qızıl Fondda, onun ərəb zəngisidir, ya məsələn, Leylinin anasıdır və bir çox tamaşalarda oynayıb. Hansılar lent yazıları qalıbsa, mən çox istəyərdim ki, bizim gələcək nəsil qulaq assın, örnək olsun. Mən düşünürəm ki, opera səhnəsində olan və opera səhnəsinə gələn hər bir gənc Gülxar Həsənova sənətindən öyrənməlidir, bəhrələnməlidir. Bütün bunları onlar Gülxar xanım haqqında öyrənsələr, onun doğrudan da fərqli bir opera aktrisası olduğunu görəcəklər və əlbəttə ki, düşünürəm ki, bizim opera teatrımızın tarixindən nə zaman söhbət düşsə, söz düşsə, Gülxar xanım Həsənovanın adı orada qızıl hərflərlə yazılacaq. Doğrudan vurulmusan yoxsa? Yoxsa siz Fransız? Ah, dəvər başıma. Vurulmuşam, vəssalam. Ah, dəvər başıma. Bugün nədənsə uşaqlarımın ikisi də işgəllan eləyir. Hə? Nə? Zahidə də onunla vaxt gələn. Heç su tutarmayın. Elə eləməsin ki, mən ona tamam... Yaxşı, yaxşı. Özündən çıxma. Hanküy gerək mən salam. Özdə səninlə ki, nə üçün bacına göz olmamısan? Sən demə, öz başın qarışıqmış. Mən gələcək nəsillər onu arzulayıram ki, Gülxar xanım kimi belə bir sənətkardan belə öyrənsinlər. Onda bir müəllim kimi, bir aktyor kimi böyük aktyordur. Cavanlarımız, orada işləyən cavanlarımız gərək öyrənsinlər. Gülxar xanım doğrudan da opera teatrının fədakar bir müğənnisi olub. Bu fədakarlığı da onu yaşadır. Onun adı opera teatrı, musiqili teatrımızın tarixində əbədi yaşayacaq. Bugün sonuncu 500-cü dəfədir ki, bu rolda çıxış edirəm. 500 dəfə bu otaqda bu qrim eləmişəm. Demək olar ki, artıq hər şey hardasa arxada qalıb. Amma səhnə mənim həyatımdır, həyatım da olacaq.